Geologiya və Geofizika İnstitutunda akademik Əkbər Feyzullayevin 80 illik yubileyi münasibətilə Elmi Şuranın iclası keçirilib. Giriş sözü söyləyən Geologiya və Geofizika İnstitutunun baş direktoru akademik Akif Əlizadə tədbirə təşrif buyurmuş qonaqları salamlayaraq yubileyarın elmi və ictimai fəaliyyət haqqında danışıb. Bildirib ki, indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetini bitirmiş akademik Əkbər Feyzullayev heç də asan olmayan tələbəlik, alimlik, geoloq həyatı yaşayıb. Səmərəli fəaliyyətinin nəticəsi olaraq təkcə çapdan çıxmış elmi əsərlərinin ümumi sayı 345-dən çoxdur. 10 fəlsəfə doktoru yetişdirib. Onun 40-dan çox elmi əsəri xarici dillərə tərcümə edilib. Məruzəçi Azərbaycanda neft-qaz axtarışlarının inkişaf tarixi, müasir vəziyyət, problemlər və perspektivlər haqqında müfəssəl danışaraq müasir mərhələdə subyektiv düşüncələrə əsaslanan neft-qaz axtarış kəşfiyyat işlərini real təhlilini də verib. Həmçinin Azərbaycanda birbaşa qaz geokimyəvi axtarışlarının səmərəliliyinin kifayət qədər yüksək olduğuna diqqətə çatdırıb. Bu barədə tövsiyə xarakterli qeydlərini də səsləndirən Əkbər Feyzullayev vurğulayıb ki, müsbət proqnoz təxminən 70%, mənfi proqnoz isə təxminən 90%-dir. Əkbər Feyzullayevin dərin təhlillərə və dünya alimlərinin elmi nəticələrinə söykənən təqdimatı iştirakçılar tərəfindən maraqla qarşılanıb. Sonra alimin yubileyi münasibətilə çıxışlar, təbriklər səslənib. Tədbirdə qonaq qismində iştirak edən alimlər çıxış edərək yubileyar haqqında ürək açan faktlar gətiriblər, səmimi təbriklərini səsləndiriblər. Akademik Akif Əlizadə yerli təşkilatlardan və xarici ölkələrdən yubileyarın ünvanına göndərilmiş təbrik teleqramları ilə iştirakçıları tanış edib.